Xoş gördük, əziz dinləyicilər. Mən sizlə demişdim ki, bu günləri İranda bir nəbz yoxlaması gedir və bu nəbz yoxlamasında çox təəssüflər olsun ki, belə deyək, dünya üçün İranda molla rejiminin yerinə qoyulacaq və tanına biləcək bir siyasi lider yoxdur. Çünki İran İslam dövləti heç bir siyasi lideri qoymayıb və orada həmişə lidersiz bir xalq üsyanları baş verir. Bu günləri İrandan danışıldıqda yalnız və yalnız dünya, Avropa və yaxud da əsasən Amerika və İsrail yalnız ağlına gələn Rıza Şahdır. Çünki onun nəvə nəticələri orada yaşayırlar və onu fikirləşirlər ki, İrana bir hakim kimi qoysunlar. Böyük ehtimalla burada əlbəttə ki, İsrail də, Amerika da çox gözəl bilir ki, İranda Pəhləvi rejiminin bir elektoratı yoxdur, amma yerinə alternativ də yoxdur. Bu mənada biz bu günləri Pəhləvinin müəyyən mənada qabağa çıxmasını görürük. Bilirsiniz, Azərbaycanlılar yenə də ona dəstək vermədilər. Azərbaycanlılar ona görə çıxmadı. Amma bu günləri artıq İranda nümayişlər kritik səviyyəyə çatdığına görə əlbəttə burada susqun da qalmaq olmaz. Burada tam neytral da qalmaq olmaz. Amma Azərbaycanlılar çıxdı. Urmiya çıxdı. Əlbəttə yenə ciddi şəkildə bir qatılma olmadı. Amma Urmiyalılar çıxıb bir söz dedilər. Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Yəni bununla da əslində qalsa mitinqə çıxıb birbaşa öz sözlərini, birbaşa öz fikirlərini bütün dünyaya çatdırmış oldular. Mən düşünürəm ki, bəli, indi çox kritik vəziyyət yaranıb İranda və bu barədə ciddi düşünmək lazımdır. Xatırlayırsınızsa, mən həmişə deyirdim ki, Azərbaycan, Türkiyə bu gün ərəb arxasıca getməməlidir. Bu günləri Qəzza deməməlidir. Bu günləri işləri, gücləri PKK, PYD və yaxud da ki, bu gün Türk kanallarında 40 min Türkün qatili olan Abdullah Öcalana artıq Sayın Öcalan deyilir. Türk milliyyətçiliyinin başını çəkən Dövlət Bağçalı Sayın Öcalan gəlib Böyük Millət Məclisində, Atatürkün o qazi məclisində gəlib çıxış eləməlidir. Necə oldu bu? Necə bu günə gəlib düşündünüz? Mən buna etiraz edirəm əlbəttə ki. 40 min Türkün ölümündə iştirak etmiş bir insan necə sayın oldu? Bu nə zigzaqlı siyasətdir, bu nə siyasətdir? Mən həmişə deyirdim ki, bu günləri biz İsraillə müttəfiq olmalıyıq, Amerika ilə müttəfiq olmalıyıq. Bax, bu gün üçün deyirdim, bu günləri İran dağılır. Bizim nə planımız var bu arada? Azərbaycan, Türkiyə nə düşünür Güney Azərbaycan haqqında? Ən dəhşətli məqam odur. Orada Güney Azərbaycana biz sahib çıxa bilməriksə, Türkiyə onda dağılacaq. Türkiyə onda narahat olsun. Amma Türkiyə hələ də başını SDK-dan və yaxud da ki, Qəzzadan və digər yerlərdən çıxarda bilmir. Bu günləri Güney Azərbaycan haqqında düşünmək, ciddi bu məsələyə önəm vermək lazımdır. Okeanın o başından Amerika Güney Azərbaycan və yaxud da İran cizgisini həyata keçirdir. Türkiyə öz sərhəddində yatıb, şərqindən xəbəri yoxdur. Hələ də Türkiyə Suriyanın içində oyalanır, hələ də Qəzzada can verir. Amma bu mənada bir planları yoxdur. Bu düşünürəm ki, inşallah ki, planları var. Azərbaycan dövlətinin də planı var. Azərbaycan dövləti də bu haqda fikirləşir, Türkiyə də bu haqda düşünür. Biz Türkiyə ilə Azərbaycan birlikdə olarıqsa, bu məsələdə yekdil olarıqsa, inanın mənə, Güney də qalib gələcək, Quzey də qalib gələcək, Türk də qalib gələcək. Çünki İranın parçalanması ki, bu formada deyirlər ki, Türkiyənin parçalanması deməkdir. Xeyr, biz Güney Azərbaycana sahib çıxa bilməriksə, həqiqətən elə Türkiyə onda parçalanacaq. Təşəkkür edirəm diqqətinizə görə.